Salam, hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Böyük Bağmanda 3,5 sot torpaqda bax böyük bir otağı, yəni bu otağın ölçüsü 5-in 7-yədir, bu cürdür. Polları taxtadır, möhkəm materialdır, sovet taxtasıdır. Bura deməli bir otaq 3,5 sot torpaqda yerləşir. İndi bütün daşınmaz əmlak haqqında sizə məlumat verəcəm. Bura isə deməli 2,5-ın 4-dədir. Belə bir koridor da demək olar, otaq da demək olar. Buranın ölçüsü isə 4-ün 4-dədir. Deməli bu həyət evi Azərbaycan Dövlət Universitetinin 5-ci korpusuna çox yaxın bir ərazidə, yəni həmin bax mərkəzi küçədə, asfalt küçədə 15 hal-hazırda qabaq 17 işləyirdi bura. İndi isə 15 nömrəli marşrutun deməli getdiyi yolda yerləşir. Bura isə deməli bax belə bir mini navesin alt hissəsidir. İndi isə mətbəxinə keçirəm. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Bundan başqa regionlar üçün də yenə təkrar edirəm. Deməli Azərbaycan Dövlət Universitetinin 5-ci korpusuna yaxın bir ərazi. Bir də ki, deməli 16 nömrəli orta məktəbin qarşı tərəfində, yəni bax 16 nömrəli məktəbin qarşı tərəfin üst tərəfində. Bax həmin 16 nömrəli orta məktəbin yanındakı svetofordan gəlmək mümkündür bu həyət evinə. Bax belə bir həyət evinin qiyməti 80.000 manatdır. Mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. Qarşıda badval 2 ədəd deməli otaq var. Badval da demək mümkündür. Birinci mərtəbədə demək mümkündür. Kimə necə rahatdır o cürdə deyə bilər. Bax bura deməli otaqlardan biridir. Hardasa 4-ün 4-də. Burası ən böyük otaqdır. Bax ən böyük otaqdır. Çox yaxınlıqdan qabaqlar deyəndə bu təzə avtobuslar gəldikdən sonra deməli 15 nömrəli işləyir. Qabaqlar bax 17 nömrəli gələn marşrut yolu var idi. Yəni bunu ona görə deyirəm. Deyirəm ki, yəni biləsiniz hansı ərazidə yerləşir bu həyət evi. Yenidən həyət evinin məhləsini sizə göstərirəm. İndi isə mən darvazadan giriş hissəsində yerləşirəm. Bax darvazadan giriş hissəsi hal-hazırda mən durduğum yerdən darvazaya qədər olan məsafə maksimum 10 metrdir. Qarşıda hamamı yerləşir. Qiyməti 80.000 manatdır. Mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. İndi hamamına keçirəm. Bax hamam necə görürsünüz bu cürdə var. Qarşıda isə deməli bağçasıdır. Bax belə bir həyət evinin qiyməti yenidən təkrar edirəm 80.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.